Salam əziz dinləyicilər. Laboratoriyadan kənar söhbətlər rubrikasını dinləyirsiniz. Bu dəfə ənənəvi olaraq araşdırmanı yox, bu yaxınlarda oxuduğum Michael Greger'in Necə Ölməməli kitabından bir hissəni səsləndirəcəm. Bu epizodda beyin xəstəliklərindən və insultdan, bir də antioksidləşdiricilərin rolundan bəhs edəcəm. Beyin xəstəliklərindən necə ölməməli? Ana-babam insultdan, anənəm isə Alzheimer xəstəliyindən öldü. Uşaq ikən tez-tez Long Island adasında nənəmi görməyə getməyi sevirdim. Ailəm qərbdə yaşadığına görə tez-tez təyyarə ilə uçmalı olurduq. Bəzən də təkcə. O, mükəmməl nənə idi. Məni çox sevirdi. Məni oyuncaq mağazalarına aparmaq istəyirdi. Mən isə o vaxt kitab həvəskarı olduğum üçün ancaq kitabxanaya getmək istəyirdim. Evə qaydanda qucağımda çoxlu kitab olurdu. Nənəm isə mənə öz nəhəng taxtında oturmağa icazə verirdi. Əlbəttə, ayaqqabılarımı çıxarmaq şərti ilə. Oturub kitab oxuyur, şəkillər çəkirdim. Nənəm isə mətbəx rəfinin yarısını tutan yekə əl mikserində hazırladığı qara giləli mafinə gətirirdi. İllər ötdükcə nənəm yaddaşını itirməyə başladı. Həmin vaxtlarda tibb universitetində oxuyurdum. Lakin təzə öyrəndiyim biliklər işimə yaramırdı. Nənəm dəyişmişdi. Əvvəlki şirin, gözəl nənəm hara yoxa çıxmışdı. İndi əlinə keçəni insanlara atırdı. Lənət yağdırırdı. Baxıcısı bir dəfə mənə qolundakı diş izlərini göstərdi. Mehriban, sevimli nənəmin işi idi. Beyin xəstəliyinin dəhşəti bax budur. Ayağınızdakı, kürəyinizdəki, yaxud digər həyati orqanlarınızdakı xəstəliklərdən fərqli olaraq, beyin xəstəliyi insanın şəxsiyyətinə hücum eləyir. Beyin xəstəliyinin iki əsas növü dünyanın cəngini alır. Biri insultdur, hər il 130 min Amerikanını öldürür. Digəri isə Alzheimer xəstəliyidir. İl ərzində 85 min insanın həyatına son qoyur. İnsultu beyin infarktı adlandıra bilərik. Damarlarda xolesterin təsiri ilə yığılan təbəqə şişərək ürəyə yox, beyninə qan axışını əngəlləyir. Alzheimer isə zehnin infarktıdır. Alzheimer həm xəstələr, həm də xəstənin qayğısına qalanlar üçün fiziki və mənəvi cəhətdən ən ağır xəstəliklərdən biridir. İnsanı dərhal xəbərdarlıq etmədən öldürən insultdan fərqli olaraq, Alzheimer insanı yavaş-yavaş cəngin alır, aylar, illər ərzində. İnsulta səbəb qan damarlarımızın içində şişən xolesterin təbəqədir. Alzheimerin səbəbi isə beyin toxumasında amiloid adlanan maddədən ibarət təbəqənin yaranmasıdır. Bu təbəqələr əvvəlcə yaddaşın, sonra isə həyatın itirilməsinə səbəb olur. İnsult və Alzheimer xəstəliklərinin patologiyası fərqli olsa da, bir açar ünsür onları birləşdirir. Artmaqda davam edən faktlar göstərir ki, sağlam qidalanma hər ikisindən qorumağa kömək edə bilər. İnsult. İnsult hallarının təxminən 90%-də beynin bir hissəsinə qan axını dayanır. Oksigəndən məhrum qaldığına görə tıxanmış arteriya ilə bəslənən həmin hissə ölür. Bu, işemik insult adlanır. İnsultun çox az yayılan digər növü isə hemorragik insultdur. Bu zaman qan damarı yırtılaraq beynin içində qan axmaya səbəb olur. İnsultun səbəb olduğu xəsarət dərəcəsi beynin hansı hissəsinin oksigensiz qalmağından, yəni qanaxma harda baş verib və qan axının kəsilmə müddətindən asılıdır. Yüngül insult keçirən insanlar sadəcə əl və ayaqlarındakı zəifliklə mübarizə aparmalı olduğu halda, ağır insult keçirən insanlar isə iflic ola, danışıq qabiliyyətini itirə və yaxud əksər hallarda olduğu kimi ölə bilərlər. Bəzən qanın laxtalanması bir can çəkir. Bu, hiss ediləcək qədər olmasa da, beynin bir hissəsini öldürmək üçün kifayət qədər uzun müddətdir. Səssiz insult adlanan bu hallar getdikcə artar, tam demensiya baş verənə qədər beynin kognitiv funksiyalarını yavaş-yavaş sırdan çıxara bilər. Məqsəd həm sizi dərhal öldürən böyük insult riskini, həm də sizi illər ərzində yavaş-yavaş öldürən kiçik insult riskini azaltmaqdır. Eynilə ürək xəstəliklərində olduğu kimi. Sağlam qidalanma xolesterin səviyyəsi və qan təzyiqini aşağı salıb qan dövranını və bədənin antioksidləşdirici fəaliyyətini yaxşılaşdıraraq insult riskini azalda bilər. Antioksidləşdiricilər və insult. Milli elm mükafatı ilə təltif olunaraq elmi uğur sayəsində ölkəmizdəki ən yüksək ada layiq görülən çox hörmətli biokimyaçı Eril Stadmanın sözlərindən desək, qocalmaq xəstəlikdir. İnsanın ömrü hüceyrələrdə yığılan sərbəst radikalların vurduğu ziyanın səviyyəsini əks etdirir. Bu ziyan kifayət qədər olduqda hüceyrələr sağ qala bilmir və təslim olur.
İlk dəfə 1972-ci ildə ortaya çıxan bu fikirlə indi mitoxondrial qocalıq nəzəriyyəsi adlanır. İddia olunur ki, sərbəst radikalların fəaliyyətinin hüceyrələrin mitoxondri adlanan güc mərkəzinə vurduğu ziyan vaxt keçdikcə hüceyrə daxili enerji itkisinə, həmçinin funksiyaların pozulmasına səbəb olur. Bu proses iPodlarınızı dəfələrlə cərəyana qoşmağa bənzəyir. Hər dəfə qoşduqca enerji saxlama qabiliyyəti azalır. Bəs sərbəst radikallar nədir və onlarla mübarizə aparmaq üçün nə etməliyik? Oksidativ fosforilyasiyanın kvant biologiyasının köməyi ilə izah edəcəm. Bitkilər enerjisini günəşdən alır. Bir bitki götürün. Günəşin altında fotosintez adlanan prosesdən keçirin. Yarpaqlardakı xlorofil günəş enerjisini alır və bunu elektron adlanan maddənin kiçik zərrəciklərini ötürür. Bitki fotosintezə zəif enerjili elektronlarla başlayır. Günəş enerjisini istifadə etdikcə bunlar yüksək enerjili elektronlara çevrilir. Bu qayda ilə bitkilər günəş enerjisini yığır. Bu bitkini yaxud həmin bitkini yeyən heyvanı yedikdə həmin elektronlar karbohidrat, zülallı və yağ formasında bütün hüceyrələrinizə çatır. Sonra mitoxondri bitkinin güclə dolu olan elektronlarını götürür və bunlardan enerji mənbəyi kimi istifadə edir. Enerjini yavaş-yavaş çıxarır. Unutmayın, bu proses həssas, ciddi nəzarət altında həyata keçirilməlidir. Çünki həmin elektronlar enerjiylə doludur. Buna görə də benzin kimi partlaya bilər. Benzini, nefti, təbii qazı əbəs yerə qalıq yanacaqlı adlandırmırlar. SUV-lərimizin çənləri milyon illər əvvəl parıldayan günəşin enerjisini yüksək enerjili elektron formasında özündə saxlamış qədim bitki mənşəli maddələrin doludur. Benzin çəninin içinə kibrit atmaq təhlükəlidir. Benzin bütün enerjisini bir anda atır. Bədəniniz də bu səbəbdən ehtiyatlı olmalıdır. Hüceyrələriniz yediyiniz bitkilərin tərkibindəki enerjidən yavaş-yavaş, ehtiyatla istifadə edir. Eynilə qaz sobasındakı kimi. Enerji bitənə qədər hər dəfə az-az. Sonra bədəniniz istifadə olunmuş elektronları hamınızın haqqında eşitdiyi həyat üçün zəruri olan molekula göndərir, yəni oksigenə. Bir faktı da qeyd edeyim. Siyanid kimi bəzi zəhərlər istifadə olunmuş elektronların oksigenə verilməsinin qarşısını alaraq sizi öldürür. Yaxşı ki, oksigen elektronları sevir. Hərçənd bu sevgisi biraz çoxdur. Bədənimiz ahəstə elektronların enerjisini boşaltdıqca, oksigen sıranın axırında dayanıb, səbirsizliklə gözləyir. Oksigen öz çiçəkli, balaca əlləri ilə yüksək enerjili elektronlardan birini toxunmağa can atır. Lakin bədəniniz deyir, əlini çək, yavaş-yavaş boşaltmalıyıq, səbirli ol, sənin də sıran gələcək, qoy əvvəlcə sakitləşsin. Sənin elektronunu verəcəyik, qoy əvvəlcə enerjisini tamam boşaltsın, sonra istədiyin qədər oynayarsan. Oksigen molekulu isə inciyir və qışqırır. Gücləndirilmiş elektron rəm etmək mənim üçün asandır. Qaşqabağını tökür və nəzarətsiz qalmış yüksək enerjili elektronlardan birini özü üçün manşırlayır. Sağa baxır, sola baxır, qəfildən elektronun üzərinə şığıyır. Bədən mükəmməl deyil. Hər an oksigen nəzarətdə saxlaya bilməz. Hüceyrələrdən keçən yüksək enerjili elektronların 1-2% oksigen onları qamarlaya biləcəyi yerlərdən çölə sızır. Yüksək enerjili elektronu qamarlayan oksigen sanki halka çevrilir. Əvvəlki sakit, qaradinməz oksigen indi superoksid adlanan sərbəst radikaldır. Sərbəst radikal qeyri-stabil, nəzarətdən çıxmış, sürətlə reaksiyaya girə bilən molekuldur. Superoksid enerji ilə dolduqca vəcdə gəlir. Hüceyrələri toqquşmağa, ətrafındakiləri dağıtmağa, DNT-yə ilişməyə başlayır. Superoksid DNT ilə üz-üzə gəldikdə genlərinizə ziyan vurur. Bu ziyan bərpa olunmasa, xromosomlarımızda xərçəngə səbəb olan mutasiyalar yarana bilər. Xoşbəxtlikdən bədən antioksidləşdiricilər kimi tanınan xüsusi təyinatlı müdafiə dəstəyini köməyə çağırır. Onlar hadisə yerinə çatır və deyir, elektronu burax. Superoksid müqavimət göstərir. Məndən bir parça istəyirsiniz, cənab vitamin C. Gəlin alın. Sonra antioksidləşdiricilər superoksidin üzərinə atılıb onu məğlub edir. Super güclü elektron əlindən alınır. İndi o zavallı, dilənçi kökünə düşmüş bir oksigendir. Elmi dairələrdə oksigen molekullarının nəzarətsiz elektronları oğurlayıb özündən çıxmasına oksidləşdirici, yaxud oksidativ stres deyilir. Nəzəriyyəyə görə bu proses zamanı hüceyrələrin zədələnməsi qocalmağın əsl səbəbidir. Qocalıq və xəstəlik bədənin oksidləşməsi hesab olunur. Əlinizin üstündə qəhvəyi qocalıq ləkələri var. Bunlar dərinizin altında oksidləşmiş yağlardır. Oksidləşdirici stres yaşa dolduqca qırışların artmağına, yaddaşın zəifləməyinə, orqanların fəaliyyətinin pozulmasına səbəb olur. Nəzəriyyə deyir ki, paslanırıq.
Oksidləşmə prosesini antioksidləşdiricilərlə zəngin qidaları daha çox yeməklə yavaşlatmaq mümkündür. Hansı qidanın antioksidləşdiricilərlə zəngin olduğunu və ya olmadığını bilmək üçün həmin meyvəni dilimləyib açıq havada, yəni oksigenlə təmasda saxlayın. Əgər qəhvəyiləşirsə, oksidləşir. 2. Ən məşhur meyvəni nəzərdən keçirək. Alma və bananı. Hər ikisi dərhal qəhvəyiləşir. Yəni alma və banan tərkibində antioksidləşdirici maddələr çox deyil. Almanın tərkibində əsas antioksidləşdiricilər qabığındadır. Manqonu kəsib yoxlayın. Nə baş verəcək? Heç nə. Çünki tərkibində çoxlu antioksidləşdirici var. Meyvə salatını qəhvəyi rəng almaqdan necə qoruyursunuz? Tərkibində antioksidləşdirici C vitamini olan limon şirəsi əlavə etməklə. Antioksidləşdiricilər qidalarınızı oksidləşmədən necə qoruyursa, bədəninizi də o cür qoruyur. Antioksidləşdiricilərlə zəngin qidaların qarşısını ala bildiyi xəstəliklərdən biri də insultdur. İsveçli araşdırmaçılar 30 mindən çox qadını 12 il ərzində müşahidə edib aşkarladılar ki, antioksidləşdiricilərlə ən zəngin qidalanma tərzini seçən qadınların insult riski ən aşağı səviyyədədir. İtaliyada daha cavan kişi və qadınlarla aparılan tədqiqatda oxşar nəticələr qeydə alındı. Ağciyər xəstəliklərində olduğu kimi, insultda da antioksidləşdirici əlavələr işə yaramır. Ana təbiətin gücünü həbin içinə yerləşdirə bilməzsiniz. Bunu bilən alimlər antioksidləşdirici cəhətdən ən zəngin qidaların axtarışına çıxdılar. 16 elm adamı dünyanı qarış-qarış gəzərək 3000-dən çox qida, içki, ot, ədviyyat və əlavənin antioksidləşdirici gücünü əks etdirən möhtəşəm məlumat bazası yaratdı. Cap'n Crunch'ın hazır səhər yeməyindən tutmuş, baobab ağacın qurudulub, üyüdülmüş yarpağına qədər hər şeyi sınaqdan keçirdi. Bununla belə, 138 səhifəlik cədvəli soyuducunuzu yapışdırmağa ehtiyac yoxdur. Qayda çox sadədir. Bitki mənşəli qidaların tərkibində heyvan mənşəli qidalardan orta hesabla 60 dəfə daha çox antioksidləşdirici var. Tədqiqatçıların dili ilə desək, antioksidləşdirici cəhətdən zəngin qidalar bitkilər aləmindən gəlir. Heyvanlar aləmindən gələn ət, balıq və başqa qidalarsa antioksidləşdiricilər cəhətdən kasıbdır. Ağlıma gələn ən az sağlam bitki mənşəli qida Amerika iceberg kağızının antioksidləşdirici gücü 17 vaiddir. Bu bitkinin 96% sudur. Təsəvvür yaratmaq üçün deyim ki, bəzi gilə meyvələrdə bu göstərici 1000-dən çoxdur. Onlarla müqayisədə iceberg kağızı necə də aciz görünür. İndi isə gəlin iceberg kağızını təzə qızıl balıqla müqayisə edək. Qızıl balıqda bu göstərici 3-dür. Toyuq əti antioksidləşdirici gücü cəmi 5-dir. Yağsız süd, yaxud qaynadılmış yumurta göstəriciləri 4-dür. İlk bitter məhsullarına isə böyük bir yumurta düşür, yəni 0. Tədqiqat qrupunun yekun qərarı belə oldu. Heyvan mənşəli qidaları əsas götürən pəhrizlər antioksidləşdirici cəhətdən çox zəifdir. Həmçinin bitkilərin tərkibində minlərlə bioaktiv, antioksidləşdirici, fitokimyəvi birləşmələr yemək və içkilərin çoxluğunda qorunub saxlandığı üçün bitki mənşəli qidalara əsaslanan pəhrizlər antioksidləşdiricilərlə zəngindir. Antioksidləşdirici qəbulunu artırmaq üçün qidaları xüsusi qayda seçmə ehtiyac yoxdur. Hərçənd albalıda bu göstərici 714, yəni çox yüksəkdir. Qidalanmanızı mütəmadi qaydada müxtəlif meyvə, tərəvəz, ot və ədviyyatlar əlavə etmək kifayətdir. Beləcə bədəniniz insult və yaşla əlaqəli xəstəliklərdən qorunmanızı təmin edən antioksidləşdirici axını ilə təmin olunacaq. Görünür, antioksidləşdiricilərlə zəngin qidalar beyindəki kiçik qan damarlarının həssas divarlarını zədələyən oksidləşmiş yağların qan dövranının qarışmasını əngəlləyərək insultun qarşısını alır. Həmçinin arterial sərtləşməni azaldır. Damar içində qan laxtalanmasının qarşısını alır. Qan təzyiqini aşağı salır, iltihaplanmanı azaldır. Sərbəst radikallar bədənimizdəki zülalların formasını dəyişdirir. Nəticədə immun sistemimiz bu zülalları tanımır və bədənimizdə iltihaplanma güclənir. Bədənimizi lazımi səviyyədə antioksidləşdiricilərlə təmin etməklə bu proseslərin qarşısını ala bilərik. Bütün bitki mənşəli qidalar anti-inflammator təsirə malik olsa da, bəzi bitkilər digərlərindən daha yaxşıdır. Məsələn, gilə meyvələr, yaşıl tərəvəzlər kimi antioksidləşdiriciliyi daha yüksək olan meyvə tərəvəzlərin, banan, kahı kimi geniş yayılmış meyvə tərəvəzlərin eyni miqdarına nəzərən sistemli iltihaplanmanı daha yaxşı əngəllədiyi aşkarlandı. Əziz dinləyicilər, beyin xəstəliyi olan insultdan və antioksidləşdiricilərin orqanizmimizdə hansı rol oynamasından danışdıq. Sağ olun, sağlam olun. Əsası odur.